İsti yay günlərində su hövzələri insanların ən çox üst tutduğu istirahət məkanlarından biridir. Amma təhlükəsizlik qaydalarına əməl etmək, xüsusilə də uşaqları nəzarətsiz buraxmamaq xoş istirahətin əsas şərtlərindən biridir. Yalnız Naxçıvan Muxtar Respublikasının ərazisində müəyyən olunmuş yerlərdə çimmək olar, digər göllərdə, kanallarda, su hövzələrində çimmək qəti qadağandır. Hal-hazırda 2026-cı ildə heç bir boğulma hadisəsi baş verməyibdir Naxçıvan Muxtar Respublikasının ərazisində. Hər bir yerdə hüquq mühafizə orqanları tərəfindən mühafizələr təşkil olunub aparılır. Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, çaylar, kanallar və təbii su hövzələri dərinliyi, axını və dib quruluşu baxımından təhlükə yarada bilər. Xüsusilə sərxoş vəziyyətdə suya girmək və uşaqları nəzarətsiz buraxmaq ağır nəticələrə səbəb ola bilər. Naxçıvan Muxtar Respublikasının ərazisilərində şirin sulardır, bataqlıqlardır və kanallardan gələn sularda çirkablı olduqları üçün hər hansı bir bitkilər də olduqda suda dərhal boğulma hadisələri baş verir. Onun üçün çimmək qəti qadağandır. Naxçıvan Muxtar Respublikasının ərazisində çimmək gedən şəxslər sərxoş hallarda olduqda, azyaşlı uşaqlarda nəzarətsiz qaldıqda dərhal boğulma və pis hadisələrlə üzləşirlər. Mütəxəssislər qeyd edirlər ki, boğulma hadisəsi baş verdikdə ilk yardım düzgün göstərilməlidir. Xəstənin vəziyyəti normallaşıbsa, yenə də onu xəstəxanaya təxliyə edilməlidir. Çünki sonrakı ağırlaşmalar var, məsələn, ağciyər ödemi var, sonra ürəyin təkrar dayanması, bu kimi hallar, aspirasyon pnevmoniya yarana biləcəyi hallar olduğuna görə mütləq xəstənin müalicəsi xəstəxanada davam etdirilməlidir. 103 briqadası nə edir? Gəldiyi zaman xəstənin vəziyyəti normallaşmayıbsa, damar yolu açır. Orada müxtəlif dərmanlar istifadə olunur. Məsələn, ürək əgər dayanıbsa, ürəyin fəaliyyətini bərpa eləmək üçün adrenalin, dopamin, bu kimi dərmanlardan istifadə olunur. Və yaxud da defibrillator aparatı, yəni o bir növ şok aparatı dediyimiz, ondan istifadə olunur. Və ehtiyac olarsa tənəffüsü bərpa eləmək üçün intubasiya girişimi lazım olacaq. Həkimlərin sözlərinə görə sudan çıxarılan şəxsin vəziyyəti yaxşı görünsə belə mütləq tibbi müayinədən keçirilməsi vacibdir. Çünki bəzi ağırlaşmalar sonradan da yarana bilər. Ürək ağciyər yanmasına başlamışdan qabaq mütləq 103-ə zəng edirik, sonra başlayırıq. Çünki biz artıq masaja başlayanda 103 briqadası yolda olsun, çıxmış olsun, uşaq olmayan şəxslərdə dərinliyi 5-6 sm olmalıdır. Yəni biz döş qəfəsinə baskı elədiyimiz zaman o 5-6 sm-dən az olmamalıdır. Çünki 5-6 sm az olarsa ürək öz pozisiyasını dəyişmir. Yəni sanki heç bir masaj olmamış kimi mənasız hərəkətlər toplusuna çevriləcək. Ondan daha çox olarsa isə döş sümüyünün sınması, qabırğaların sınması kimi hallar baş verə bilər. 30 ürək masajından sonra 2 dənə süni tənəffüs aktivize olunmalıdır, 2 ədəd, ya da ki 16 ürək masajından sonra 1 süni tənəffüs izcə olunmalıdır. Mütəxəssislər yay mövsümündə yalnız icazə verilən çimərliklərdən istifadə etməyi, azyaşlıları nəzarətsiz buraxmamağı, təhlükə ilə üzləşdikdə dərhal 112 və 103 xidmətinə müraciət etməyi tövsiyə edirlər. Sadə təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını xilas edə bilər. Tərlan İbrahimova, Sura Bəşirova, Arzu Sadiqov, NTV Xəbər.